Almaniyada təhsil almağa getməyin, əgər bu üç şeyi bilmirsinizsə. 1. Siz Almaniyada tamamilə pulsuz və imtahansız qəbul ola bilərsiniz. Bir çox dövlət universitetlərində demək olar ki, hamısında proqramlar pulsuz təklif olunur, həm yerli, həm xarici tələbələr üçün. Və eyni zamanda ora qəbul olmaq üçün əlavə bir imtahana ehtiyac yoxdur. Əvvəlki göstəriciləriniz, qiymətləriniz və dil sertifikatı əsasında ora qəbul ola bilərsiniz. 2. Almaniya Avropanın bir nömrəli iqtisadiyyatıdır. Gələcəkdə iş axtaranda bir çox müəssisələrdə çoxlu vakansiyalar tapa biləcəksiniz. Nəinki digər Avropa ölkələrindən, həmçinin də Azərbaycandan və digər Avropa olmayan ittifaqı ölkələrindən çox rahatlıqla iş tapa bilir, xüsusilə əgər diplomunuz varsa. Həmçinin diplom aldıqdan sonra sizə 18 aylıq iş axtarma vizası verilir. Və 3. Siz Almaniyada ingiliscə təhsil ala bilərsiniz. Yəni, dövlət universitetlərində həmçinin ingiliscə fakültələr təklif olunur ki, siz orada pulsuz təhsil ala bilərsiniz. Bir çoxları çox səhv düşünür ki, Almaniyada yalnız Almanca təhsil pulsuzdur, amma elə deyil. Həm bakalavrda, həm magistraturada pulsuz ingiliscə təhsil ala bilərsiniz. Əgər artıq bunları bilirsinizsə, siz rahatlıqla Almaniyada təhsil ala bilərsiniz.